Azərbaycan Kickboxing Federasiyasının dəstəyi, Azərbaycan Respublikası şəhid ailələri, qazilər və gənc idmançılara dəstək könüllülər İctimai Birliyi və şəhid Şaiq Teymurovun adına Kickboxing İdman Klubunun təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində şəhid Hüseynli Şahin Vaqif oğlunun əziz xatirəsinə həsr olunmuş kickboxing turniri keçirilmişdir. Turnirdə 10 komanda, 110 idmançı və 6 hakim briqadası iştirak etmişdir. Açılış mərasimində şəhid ailələrinin üzvləri və qazilərimizlə yanaşı fəxri qonaq qismində icra nümayəndəsi, sektor müdürü və kompleksin direktoru iştirak etmişdirlər. Çıxış edənlər gənclərə vətənpərvərlik ruhunda tövsiyələr vermiş, bu cür yarışların sağlam, intizamlı və vətəninə bağlı gəncliyin formalaşmasında mühüm rol oynadığını vurğulamışlar. Həmçinin göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Turnirin baş hakimi Vako Beynəlxalq A dərəcəli hakim Anar Məmmədov olmuşdur. Həmçinin bölgələrdə ilk dəfə olaraq döyüşlər elektron xalvermə sistemi vasitəsilə qiymətləndirilmişdir ki, bu da yarışın daha şəffaf və peşəkar şəkildə keçirilməsinə şərait yaratmışdır.